nə üçün Suriyadakı cihada minlərlə, milyonlarla dünyada insanlar qoşuldu? Axı yoxdur təqlid. Yox, təqlid yoxdur, lakin var. Hətta Suriyaya gedəndə təqlidə görə getmirdilər. Sadəcə o ümumi ayələr ki var, səhv başa düşənlər. Ümumi ayələr və ya hədislər məsələn gətirirdilər. Cavanlar alladırdılar. Cavanlar da və bilirsiniz, bu indi biz dini cəhətdən yanaşırıq da, dünyavi cəhətdən də var axı məsələlər təsir edən buna. Əlbəttə, bu fikirlərə, siyasi fikir. Dünyada gedən bu vəziyyət, bu hadisələr, o da təsir eləyirdi. Məsələn, hansısa bir radikal gəlir məsələn, gətirib başlayır Fələstini misal gətirməyə. Olan təbliğatı nədir? Nəinki ayə, hədislər, kimlərinsə sözü, alimlərin, məsələn. Onlar məsələn yayırlar ki, məsələn, oradakı uşaqları, öldürülmüş uşaqların şəkillərin, oradakı evləri, psixoloji təsir eləyirlər insana. Məsələn, deyirlər ki, sən müsəlmansan, sən görürsən bunları və sən qiyamət günü necə verəcəksən? Ağır sualdır. Başlayır o cavanda xüsusən radikallığa meyilli olan və s. Başlayır, gəlin məsələn məndən soruşur, mən deyirəm ki, olmaz getmək, səbirli olmaq lazımdır. Təbii ki, onlar o proseslər hamısı birdən olmayıb, o yavaş-yavaş olub. Əslində o proseslərin həll olmağı müsəlmanların təqsir özlərindədir. O prosesləri gətirib çıxardıblar və s. Bunun həlli bu deyil. Sizin getməyimiz orada neysə dəyişməyəcək, əksinə vəziyyəti pisləşdirəcək və s. Təbii ki, o başa düşmür onu. O dərhal məni başqa cür fikirləşir ki, mən məsələn, belə də yayırdılar, mən cihadın əleyhinəyəm. Bəli. Mən cihadın əleyhinəyəm, gör ki, mən... Özü bunu deyənlər sələflər idi. Bilirsiniz, yəni, özünə sələfi deyənlər. Yəni, bilirsiniz, hər sələfi deyən o demək deyil sələfidir.